Deməli, dostlar, yenə bir açım bilmək istəyirəm bugün sizə. O sizi necə görür? Ağlınızdakı insan sizi necə görür və yaxud da belə bir açım bilmək istəyirəm. Baxın, o sizi necə görür? Amma siz əslində necə birisiniz? Belə bir açım eləyək. Belə bu qədər hələ ki. 1, 2, 3. O sizi necə görür? 3 variantdır. Başqa adamların yerinə tuta bilərsiniz. Maraq üçün, yeni fantaziyanıza baxır bu. Və mən birinci variantdan başlayıram. O sizi necə görür? Böyük arkan çıxdığına görə o sizi yaxşı bir insan kimi görür. Çünki düz çıxdı kart. Amma belə necə deyim sizə, bax, güclüsüz, yaxşı insansınız. Daha çox, məsələn, deyək ki, əvvəl sizin barənizdə biraz yaxşı fikirdə deyildisə, indi bu insan sizin barənizdə yaxşı fikirdədir. Başa düşdünüzmü? Güclüsüz, yaxşıya tərəf gedirsiniz, daha yaxşı olursunuz, daha, yəni əvvəlkinə baxan daha yaxşı düşüncələr var sizin barənizdə. Amma əslində siz belə deyim, bax, məcburi özünüzü disiplinada saxlayan insansınız, özünüzü sıxıntıya salırsınız, özünüzü əsir düşmüş kimi hiss edirsiniz. Bəlkə onun yanında belə hiss edirsiniz özünüzü. Belə də ola bilər. Və yaxud da ümumilikdə çox sıxıntıdasınız, nəsə sıxıntıda hiss edirsiniz özünüzü, dostlar. Elə bir sizin əlinizi qolunuzu bağlayıblar. Amma istəsəz başqa cür ola bilər hər şey. Mən sizə bunu da deyim. Siz istəsəz hər şey başqa cür ola bilər. Daha çox sizin özünüzdən asılıdır bu vəziyyətiniz. Biraz sıxıntıdasınız siz. Sıxıntıdasınız. Niyə addımlar atmırsınız bir dəyişiklik eləmək üçün? Bəzi problemləriniz var, siz addımlar atmalısınız. Birinci variant. Gözləyib durmayın kimsə gəlib sizi açacaq, əsarətdən qurtaracaq. Siz özünüz hansısa addımlar atmalısınız ki, bu vəziyyətdən çıxasınız. Biraz sıxıntılarınız var. Bəzilərinizdə magiya da hətta ola bilər. Bax belə. İkinci variant. Sizi necə görür? Çox güclü insansınız, qayğıkeşsiniz. Necə deyim, həyatınızdakı insanların qədrini bilirsiniz, qeydinə qalırsınız, sevgi verirsiniz və bununla bərabər də çox güclüsünüz. Özünüzə əmin insansınız, ruzilisiniz, bərəkətlisiniz. Çox gözəl, güclü bir imperatritsasınız. İmperatritsa kimi görür o sizi. Və siz özünüzdə bəli, həqiqətən də elə imperatritsasınız. İş adamısınız, bir çoxunuz işləyirsiniz, öz işiniz var, çox böyük ehtimal ki, getdikcə ruziniz bol olacaq. Çox gözəl görürəm sizi. Belə aktiv insansınız, ruzili, bərəkətli, bir çoxunuz da işləyirsiniz. Belə olduğunuz kimi də görür, olduğunuzdan daha gözəl görür sizi. Burada, dostlar. Üçüncü variant. Burada sizi hər tərəfli inkişaf eləmiş insan kimi görür. Sizi heç kəs aldada bilməz. Kimi istəsəz aldada bilərsiniz. Ola bilsin, bəziləriniz hətta magiyanın, ezoterika ilə məşğulsunuz. Maraqlanırsınız da qeyri-adi şeylərlə. Və bundan əlavə hər şeydən anlayışınız var. Güclüsüz, ağıllısınız, çox bilirsiniz. Manipulyasiya hətta eləyə bilirsiniz insanlar. Belə görür sizi. Siz özünüz də çox güclü, ilahi. Bax, burada imperator çıxdı. Burada qadınsızsa belə çox güclü. Siz nə desəz odur da. Belə bir insansınız əslində. Nə desəz odur. Öz fikrinizdə qalan insansınız. Çox güclüsüz. İdarə etməyi bacarırsınız. Həyatınızın ağası özünüzsüz. Hətta həyatınızdakı insanların ağası da sizsiniz. Bax, belə güclü bir insansınız. Bax, dostlar, o qədər. Belə hələlik. İzləyin kanalımı. Abunə olun. Yazın WhatsApp-a. Şəxsi açım eləmək istəsəz. Məmnuniyyətlə baxaram, dostlar. Bu qədər. Çox sağ olun.